Nəhayət, çoxdan gözlənilən şad xəbəri diqqətinizə çatdırıram. Prezident İlham Əliyev sosial müavinətlərin artırılması ilə bağlı fərman imzalayıb. İyulun 1-dən müavinətlərin məbləğləri belə müəyyən edilib. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, 61-80% pozulmasına görə 250 manat, 31-60% pozulmasına görə 180 manat, ailə başçısını itirməyə görə 140 manat, əskərlərin uşaqlarına 140 manat, valideynlərini itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqların qəyyumlarına 140 manat, 1 yaşadək uşağı olan az təminatlı ailələrə hər bir uşaq üçün 140 manat, 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, övladlığa götürülən uşağa görə 240 manat, himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə 0-6 yaş arası 500, 7-13 yaş arası 600, 14-18 yaş arası üçün isə 650 manat. Uşağın anadan olmasına görə 600 manat, dəfn üçün 600 manat. İyulun 1-dən həmçinin prezident təqaüdlərinin aylıq məbləğləri isə bu cür müəyyən edilib. Vətən müharibəsi qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat, Azərbaycanın milli qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 manat, şəhid ailəsi üçün 700 manat, 20 yanvar şəhidinin ailəsi üçün 700 manat, Əfqanistanda Sovet qoşunlarında həlak olanların ailələrinə 700 manat, müharibə və ya 20 yanvarla əlaqədar əlilliyi olan şəxslərə müvafiq olaraq 600, 500, 400 manat.